Əksər insanlar səyahət üçün tur paketlərinə böyük məbləğlər ödəyir. Biz isə düzgün planlama ilə eyni yerləri yarı qiymətinə kəşf edirik. Bunu necə etdiyimizi sizə addım-addım göstərəcəyik. Əgər siz də tur şirkətlərinə tonlarla pul xərcləmək istəmirsinizsə, videonu sona qədər izləyin. Getdik. 1. Səyahət istiqamətimizi seçirik və qiymətləri yoxlayırıq. 2. Ən ucuz uçuş gününü və hava limanını müəyyən edirik. 3. Xüsusi həklərdən istifadə edərək uyğun qiymətə gedəcəyimiz otelləri öncədən bron edirik. 4. Gəzmək istədiyimiz turistik yerlərə özəl günlük, hətta saatlıq səyahət planımızı qururuq. 5. Şəhərlər arası transferlər üçün ən ideal variantları öncədən planlayırıq. Biz bu taktika ilə hər səyahətimizdə 50% kimi qənaət edirik. Əgər siz də bu taktikanı öyrənib öz səyahət planınızı özünüz qurmaq istəyirsinizsə, bizi izləmədə qalın. Bəs siz hazır tur paketləri ilə yoxsa sizə özəl hazırlanmış planla səyahət etmək istərdiniz? Şərhdə qeyd edin.